Salam uşaqlar, 62-ci sualın izahına baxaq. Deməli, 2 valentli metalın sulfat duzunu bax bu şəkildə yaza bilərəm. Metal SO4. Baxın, əgər burada kükürdün kütlə payı 20%dirsə, bizim kütlə payı üçün belə bir düsturumuz var da, omega bərabərdir. AR vuraq N bölürük MR vururuq 100-ə. İndi kükürdün kütlə payı 20 olduğuna görə omeqanın yerinə yazırıq. 20 bərabərdir. Kükürt burada 32 qramdır da bir dənə kükürt var. Fikir verin, bax burada bir dənə kükürt olduğuna görə 32 bölək. Nəyə? Metal üstə gələk 96-ya. Bax 96-nı hardan aldıq? Kükürt 32-dir. Oksigen də 16-nıdır. 16-nı 4-ə vuranda 64 eləyir axı. 32 ilə də 64-ün cəmi 96. Vuraq 100. Və bax bu bərabərlikdən biz metalı alırıq 64. Doğru cavab C bəndi. Deməli bu sualda nə edirik? Bu kristal hidratdan əgər söhbət gedirsə, X burada metaldır. Baxın, burada bu N-i 2-yə vursaq, hidrogenin sayını taparıq 2-nin. Oksigen nə qədərdir? Bir də bu N-i, oksigenin indeksi 1-ə vursaq, N oksigen burada var, 4 dənə oksigen burada var. Deməli, onda bu birləşmədə oksigen atomunun sayı 4 üstə gələk N olur. Hidrogenin sayı isə dediyimiz kimi 2N olur. Bizə də deyir ki, oksigen atomları sayı hidrogen atomları sayının 1,5 dəfə çox olarsa, bax yuxarıda oksigen atomunun sayı, yəni 4 üstə gələk N-i bölürük hidrogenin sayına, hidrogenin sayı 2N-dir. Bax bunu bərabər götürürük 1,5-ə. Deməli, buradan indi 1,5-i 2N-ə, bax bunu buna vururuq. 3N bərabərdir 4 üstə gələk N. Buradan da 2N bərabərdir 4, N də bərabərdir 2-yə. Doğru cavab E bəndi. Deməli, bu sualda fikir verin. Bax, bu nöqtədə 8x-in kütləsidir, x, y birləşməsi də 24-dür. Görürsünüz, 24 8-dən 3 dəfə böyükdür. Baxın, bu nöqtədə x-in kütləsi 16-dır, x-in kütləsi 48-dir, bu da 3 dəfə çoxdur. Deməli, onda həmin qaydada bu nöqtədə əgər bu 72-dirsə, deməli 72 A-dan 3 dəfə böyük olmalıdır. Ona görə də burada A 24 olmalıdır. Elə ki, 72-ni 3-ə bölürük, 24 edir, o da D bəndi. Deməli, bu sualda bayaqki suala oxşuyur. Kristal hidratsa, burada X metaldır. Baxın, burada suyun əmsalı N-i vururuq hidrogenin indeksi 2-yə, 2N olur hidrogenin sayı. Bəs oksigenin sayı nə qədərdir? 4-ü burada, bu N axı oksigenə aiddir. Oksigenin də burada indeksi 1-dir. N-i də 1-ə vuranda oksigen N-dir. Deməli, bu birləşmədə oksigenin sayı nə qədər oldu? 4 üstə gələk N. Hidrogenin sayı isə 2N-dir. Və bizə deyir ki, hidrogen atomlarının sayının, yəni 2N-in, oksigen atomlarının sayının, yəni 4 üstə gələk N-ə nisbəti 10 bölək 7-yə bərabərdir. Bax, indi burada bu tənasübdə 4 plus N-i vursaq 10-a, 40 üstə gələk 10N, 2N-i də 7-yə vursaq bərabərdir 14N-ə. Buradan da 40 bərabərdir 4N-ə, N də bərabərdir 10-a, doğru cavab B bəndi. Bu sualda baxın uşaqlar, X2O, bax
nisbi molekul kütləsi m-dir də. Bunu belə yaza bilərikmi? X-in nisbi atom kütləsini bilmirik elə. Amma deyək, yuxarıda verib də A-dır. Bax, burada mən X-in yerinə A yazaram. Gətirib vuraram 2-yə. Oksigen daxı 16-dır. Onda bax, bunu yaza bilərikmi? 2A üstə gələk 16. Bax, bu M bərabərdir. 2A üstə gələk 16. Bir də. Bax, indi mən burada gətirib M-in yerinə yuxarıdakı 2A üstə gələk 16 yazsam, onda bu da olar nə? 2A üstə gələk 42. İndi, bax, bunu da belə yaza bilərikmi? Y bilmirik də. Y üstə gələk. Kükürt fikir verin, bax, burada verib 32-dir. Bax, burada kükürdün yerinə 32 yazsaq, onu vururuq indeksi 2-yə, 64. Bax, bu da bərabərdir. Deyə, bu yazmışıq, deyə, bax, bu bərabərliyə. 2A üstə gələk 42. Buradan da Y bərabərdir. 2A çıxaq 22 eləyir. Doğru cavab E bəndi. Baxın, burada birinci növbədə gəlin, birinci birləşməyə bizə formulu verir. Baxın, bu nöqtədə, bax, bu 3,5 nəyin kütləsidir? MA, yəni A-nın kütləsidir. Burada da baxıram ki, A-nın indeksi 1-dir. Onda mən 3,5-i 1-ə bölsəm, bir dənə A-nın qiyməti 3,5 eləyir. Baxın, bu nöqtədə, bax, bu 8 nəyin qiymətidir? B-nin. B-nin kütləsidir. Burada da B-nin indeksi 2-də axı. 8-i 2-yə bölürük, B-də olur 4. Gəlin, indi ikinci birləşmənin formulunu tapaq. Bax, ikinci birləşmə deyək, bax, burada kəsişir. Bu nöqtədə A-nın qiyməti 3,5, B-nin qiyməti də 4-dür. Deyək, bax, burada da bir dənə A 3,5 idi, bir dənə B 4-dür. Deməli, onda ikinci birləşmənin formulu AB-dir. İndi bu nöqtədə üçüncü birləşməni tapaq. Baxın, bu nöqtədə A-nın kütləsi 7-dir. Biz bir dənə A-nı 3,5 almamışdıq. 7-nin içində neçə dənə A var? 2 dənə A2. Bir də baxın, həmən nöqtədə B-nin kütləsi 4-dür. 4-də bir dənə B-nin də qiyməti 4-dür, o da bir dənə B eləyir. Bax, üçüncü birləşməndə formulu A2B-dir. İndi burada ikinci birləşmənin formulu A2B əksinə üçüncü birləşmə bu. Bizdən doğru deyili soruşur elə. Axırda biz doğru deyili götürməliyik. Deməli, 1 doğru deyil, 2 doğrudur, 3 ikinci birləşməsi AB-dir. Bəli, bu doğrudur. Üçüncü birləşmə bu səhvdir. İndi A-nın kütlə payı deyir üçüncü birləşmədə. Bəli, baxın, üçüncü birləşmədə A daha çoxdur. Ona görə üçüncü birləşmədə A-nın kütləsi 1 ilə 2-də daha böyükdür. Biz 6, B-nin kütlə payı ikinci birləşmədə, birinci və üçüncü birləşmədə daha azdır. Burada xeyr, B-nin kütlə payı ən az 3-dədir. Ona görə bu da səhvdir. Bizdən doğru deyili soruşduğuna görə 1, 4, 6. Ona görə burada doğru cavab D bəndi. Uşaqlar, bax, bu sualı daha tez həll eləmək üçün baxaq. Azotun indeksini eyni rəqəmə gətirək. Hansında oksigenin indeksi böyükdürsə, orada azotun kütlə payı daha azdır. Baxın, birincini olduğu kimi saxlayaq. Elə ki, burada hamısında eləyək ki, azotun indeksi 2 olsun. Bax, burada da olduğu kimi saxlayaq, burada da 2-dir. Amma B-də, bax, bunu əgər 2-yə gətirsəm, onda bu 4 olar, əvvəl 2 idi. Bunu da 2-yə gətirsək, bu da olar, burada N2 O qalır da, bu yox, N2 O3 olur. Və baxırıq ki, hansında
Hamısında azotun indeksi 2 olanda oksigen daha çoxdur D-da. Oksigen deməli burada kütlə payı daha çoxdur. Oksigen çoxdursa daha deməli azotun kütlə payı daha azdır. Deməli bu birləşmədə baxın, bu yuxarıda birləşmədə X-in axı indeksi 3-dür. Bax bu 4,5 X-in kütləsidir. 4,5-i 3-ə bölək X-i tapaq. Bir dənə X-i tapaq, o da eləyir 1,5. İndi bax Y 1,5-dir. Burada da 2-yə bölək, bir dənə Y-i tapaq. Bu da eləyir 0,75. İndi aşağıda bax X-in indeksində 2 var. Biz yuxarıda X-i 1,5 aldıq da. 1,5-i gətirib 2-yə vuraq. Birləşmədə X-i tapırıq 3. Y-i 0,75 aldıq. Burada da Y-in indeksində 3 olduğuna görə 0,75-i 3-ə vursaq 2,25 də bu eləyir. Deməli biz ikinci birləşmədə tapdıq ki 3 qram X-ə 2,25 qram Y düşər. Burada da 6 qram X-ə soruşur. Buradan da deməli neçə eləyər? 2 dəfə çox 4,5. Doğru cavab A bəndi. Deməli bu sualda bizə deyir ki, tərkibində 3 oksigen. Baxın, 1 oksigen 16-dır, 3 oksigen 16-nı vururuq 3-ə eləyir mi 48. Deməli onda oksigenin kütlə payı 30%-dir. Kütlə payının düsturu var. Omega bərabərdir. Ayır vuraq. N bölürük mR vururuq 100-ə. İndi oksigenin kütlə payının yerinə 30 bərabərdir. Oksigenin ayırı 16. Bizə də oksigen atomunun sayını deyir 3. Bölürük mR-ə vururuq 100-ə. Bax buradan da mR-i tapırıq eləyir 160. Doğru cavab B bəndi. Deməli bu sualda baxın birinci birləşmədə deyir bu X, Y2-də bizə deyir ki, X-in kütlə payı 20%-dir. Onda əgər X-in kütlə payı burada 20-dirsə, Y-in kütlə payı 80 olmalıdır. Onda burada biz kütlə payına görə bax 20 bölək X, bir də 80 bölək 2Y yaza bilərik də. Y-in axı burada indeksi 2-dir. Bax bu bərabərlikdən, tənasübdən alarıq ki, deməli 2x bərabərdir Y alarıq. İndi bax x2 y3 birləşməsində nə edirik? Y-in yerinə gətirib 2x yazırıq. Burada da bax x-in indeksində 2-dir. X-in kütlə payı omega bərabərdir 2x. İndi bax bu 2x-i bölürə vururam indeksi Y-in indeksi 3-ə 6x. 8x eləyir də bu. 2x o da 6x. Vuruq 100-ə. Buradan da omega bərabərdir 25.